Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Müsahibimiz Sahib Bağırovdur. Sahib Bağırovun başına bu yaxınlarda bir hadisə gəlib, bu özü danışdım. Buyurun Sahib bəy, bu necə oldu? Nələr baş verdi? Niyə sizi 5 gün həbsdə saxladılar? Səbəbi nə idi? Deməli, mən bu ilin əvvəlləri, belə deyək, əvvəllərinə yaxın İfadə xanımdan tanış oldum. İfadə Cəfərovla tanış oldum. Bizim bir yaxın adam var idi. Onun vasitəsilə o ofisdə tanış olduq. Sonra bir nəfər gördüm ki, ona lap yaxındır. Deməli, mənim lizingdə bir maşınım var idi. Lizingdən mən maşın götürmüşdüm. Ona mənə pul lazım idi ki, mən onu lizing mənə yüklü vermişdi o maşını. Cəriməli vermişdi. Ona nəsə, mənə pul lazım oldu. Elə oldu ki, mən bu yoldaşa dedim ki, hansı ki, bu İfadə xanımın yanındakı yoldaşa dedim ki, mənə biraz əl tutun, 2000 manat, mən o maşını lizingdən çıxardım. Bu da dedi ki, məndə yoxdur, İfadə xanımda deyərəm, yəqin ki, onda olar. Nəysə, İfadə xanıma dedi, İfadə xanım ona vermədi pulu. Sonra onlar bir yerdə oturdu, nə var onu danışım da mən. Onlar bir yerdə oturmuşlar, mənə zəng elədi Rövşən bəy, həm Rövşən bəylə oturmuşdu. Rövşən bəy mənə zəng elədi. Mən əslində əstəğfurullah, mən ona zəng elədim, haradasan? Dedi, Ərzəmidə oturmuşam İfadə xanımla, elə mən də getdim onların yanına. Getdim, bunlar çörək zad yemişdilər, nəsə mən də bunlarla bir çay içdim, duranda da şotlarını verdim. Orada söhbət elədik, yəni onun səhərisi dedi ki, mən verərəm sizə pul. Dedim, olsun, mən də işləyirəm, verərsən, mən də sənə qaytarıb verərəm. Yəni, mən bunu borc kimi başa düşdüm, birinci. Sonra səhərisi günü biz görüşdük, dedi ki, mən sənə pul verim, 2000 manat. 2000 manat dedim, ver. Nəsə, mənə 1500 manat verdi. Həmən o Rövşən bəyin yanında, Rövşən bəy də oradaydı. 1500 manat verdi, dedim, 2000, dedi, yox, bu 500 manat faizidir, pulun sələmidir, bəri başdan götürürəm. Bu, bəri başdan götürür, ayın axırında da bir götürür. Nəysə, dedim, olsun, mənə də pul vacib lazım idi deyim, maşın oradaydı deyim, daha vacib lazım idi, məcbur oldum, götürdüm. Sonra bizdə, mən özüm remont nəzərdən məşğulam da, yəni belə, sonra bir vaxtı da aradan keçdi, mən bir mənzil götürmüşdüm. Orada mənə pul lazım olanda heç sıxıntıya biraz düşmüşdüm. Yəni, o mənə demədi ki, yəni, mən ona demədim pul ver, ya pul. Sonra dedi, pul lazımdır. Dedim, hə, həmin vaxtı mənim sıxıntım idi. 3000 manat. 3000 manat orada mənə pul gətirməli idi. Verdi mənə 2250 manat, 750 manat yenə üstündən götürdü faizini. 750 manat faiz götürdü, 2250 verdi. Onu da mənə kartla verdi. Dokumentalın telefonda var. Nəysə, mən ona 5000 manat, belə 5000 manat pul götürdüm. Belə. Mən ona ayda 1250 manat, 5000 manata, ayda 1250 manat faizini verirdim. Bir 3-4 ayda götürmüşdüm. Nəsə, mənim bir balaca işim dayanan kimi elədi. Mən Qobustanda bir iş götürmüşdüm. Nəsə, getdim Qobustana, Qobustanda bir 10 gün idi başlamışdım. Bu faizin vaxtına bir gün qalmış, 2 gün qalmış mənə həmişə zəng eləyirdi. 1-2 gün qalmış mənə faizin vaxtına zəng elədi. Dedim, Qobustandayam, iş görürəm. Nəysə, sonra mən buna biraz gördüm nəsə narahatdır. Gördüm narahatdır. Mən oradan video çəkdim, attım ki, yəni bax, Kaskada, Ciletdə, mən burada iş görürəm də, yəni bu Qobustanda. Videonu çəkdim, attım ki, biraz rahatlaş. Niyə nə rahatsan? Çünki mən ona 1250 manat faiz verirəm ayda. Sonra faiz belə deyək də, faizi verdiyim günü gəldi, çıxdı. Həmən günü bu mənə səhər-səhər zəng elədi. Göndərirsən, dedim, axşam ofisdən çıxardana kimi imkan ver. İndi mən ofisə yaxınlaşım. Oradan pulu çıxarda bilim də, sizin üçün verim. Nəysə, ora-bura da elə oldu ki, məni oradan göndərdilər şəhərə. Şəhərə gəldim Qobustandan. Bu gedib mənim arxamca ora çıxmışdı. Nəsə, gedib ora indi nə deyib, nə deməyib onu bilmirəm. Nə sözlər deyib. Mənə oradan
zəng elədilər. Mən getdim ora. Dedilər ki, səni 2 dənə xanım axtarır, bir dənə bəy axtarır. Dedim, kimdir bu xanımlar, bəylər? Dedi, belə bir xanımdır, budur. Dedim, niyə axtarırsan ki məni? Yəni ki, nə olub? Oradan nəsə dedilər, oradan məni işdən elədilər. Yəni mən oradan işdən çıxdım. Nəsə gəldim. Oldu işsiz bir adam. Nəsə 3 ay işləmədim. Bunun faizini verə bilmirəm. Axı sən məni orada niyə getdin mənim arxamca orada bir oyun çıxartdın? Oradan da məni işdən çıxartdılar. Nəysə, faizini verə bilmədim. 1-3 ay bu da qaldı belə. Sonra demək mənə zəng gəldi polisdən. Cəfərova ifadə sizdən şikayət edib. Mən birinci inanmadım. Sonra dedim eləyər. Nəysə getdim polisə. Polisə getdim, çağırdı, getdim. Dedi Cəfərova ifadə sənə 12.900 manat pul verir. Dedim neçə? Dedi 12.900. Dedim niyə verməlidir ki 12.900 mənə? Dedi burada ifadəsində yazıbdır ki, mən Bağırov sahibə 12.900 manat pul vermişəm, mənim üçün ev tikəcək. Dedim yoldaş müstəntiq, 12.900'ə tutaq ki verdi. 12.900'ə ev tikirlər. Yəni 12.900'ə bir sot torpaq düşür. Nətər mən ev tikirəm ona? Harada tikirəm və göstərsin görüm. Dedi Masazırda. Dedim Masazırda. Yaxşı dedim mən əgər Masazırda ona ev tikirəmsə o yerini bilirmi? Gedək göstərsin. Sonra rəis dedi ki burada yazıbdır ki güya mənim vaxtım olmuyor. Ona mən aparıb oranı göstərməyə. Dedim ay rəis bu adam bir saata narahat olan adamdır. Mənim də 6 ayda bununla tanışdığım var. Necə olur mənim 6 ayda bunun vaxtım olmadı. Bununla gedəm torpağa baxam. Ya bunu tikdiyim evə baxam. Mən nədir o? Əcəmidə pastayanı bunlarla oturmuşam. Əcəmidə restoranda oturmuşam. Yemişəm, çörək yemişik, çörək kəsmişik. Necə olur orada böğrümdə çörək yeyəndə bu mənim görürdü ki vaxtım var. Deməli biz çörək yeməyə vaxt tapırıq. Bunun evini göstərməyə vaxtımız yoxdur bizim. Nəysə belə ifadə verib ora 12.900 manat pul vermişəm. Mən bura çıxmaqda səbəbim odur ki, yəni ki mənə niyə yalan danışsan? 12.900 manat mənə əlbəl pul vermişsən sən. Ya da ki mən onu götürüm. Mənə müstəntiq dedi alıbsan. Dedim qardaş mən 5.000 almışam. 5.000 almışam. Mən onu danmamışam. Mən onun faizlərini də vermişəm. Telefonumda çeklər də var. İstəsəniz göstərərəm. Faizini də vermişəm. Bir gün keçib vaxtımdan. Mənə deməli 6-cı günə düşmüşük. Cibimdə 600 manat pul olub. Onu atmışam. Demişəm 600 manat da yəni birinci günü ataram. 6-cı günü birinci günü ataram da 6 bazara düşdüm. Mən pul götürə bilmirəm. Şirkətlə işləyirdim. Dedi yox ola bilməz. Nə danışırsan? Mümkün deyil. Sonra dedim bir dənə yola ver. Bir gündür də. Bir sutka keçdi. Dedi ki yox ola bilməz. Dedim ola bilməz heç nə. Yaxşı mən bir dəqiqə səni yığıram. Sonra mənə səs atdı ki sahib danışdım, düzdüm qoşdum. Birinci günü verərsən amma üstündə 100 manat artıq. İndi mən dedim dünyanın içərisində belə bir faiz yoxdur. Birinci günü verərsən üstündə 100 manat artıq. Bir günə 100 manat artıq niyə verim ki? Nəsə verdim onu da. Onun çeki də var. 600 manat atmışam. 6-cı günü, birinci günü də 700 manat atmışam. Amma 600 atmalıydım. Nəysə belə. Mən nə var onu danışım da burada. Sonra nəysə belə müstəntiqə də dedim orada. Müstəntiq mənim ifadəmi aldı. Dedi yaxşı yox get. Yəqin ki bir gün çağıraram. Aynı neçəsi olub bu hadisələrin? Valla hardasa bir ay yarım olar demişdim. Bir ay olar müstəntiq mənə zəng elədi. Qoraddeldən zəng eləmişlər mənə. Qoraddeldən zəng eləmişlər. Qoraddeldən mənə zəng elədilər. Mən müstəntiqlə danışdım, çıxdım, gəldim. Ondan sonra bir ay keçdi, belə deyək, 20 gün keçdi. Bir də mənə zəng gəldi. Mənə zəng gəldi ki, Bağırov sahib, dedim buyurun. Dedi sahib, sənin Qoraddeldə ifadə ilə bağlı orada ərizəniz var. Zəhmət olmasa Nəsimi rayon polis idarəsində yaxınlaş, bir dənə burada 15 dəqiqə ərizə yaz çıx. Dedim mənim gözüm üstə. Cavan bir oğlan idi. Gəldim görüşdüm orada. Cavan bir oğlan idi. Polis əməliyyatçı olardı. Yəqin Qrajdanskidə idi. Salam sahib sizsiz dedim bəli mənə.
Keçək içəri. Keçdi içəri. Dedi 5 dəqiqə otur, mən danışım görüm nədir. Dedim, dediniz ki, belə deyək də, ərizə yazmaq üçün çağırırsınız. Gətirin yazım, nə lazımdır, deyin. Dedi ki, gözlə görək, burada mı yazırsan, yoxsa bölmədə mi yazsın? Neyse, mən də gözlədim bir 10-15 dəqiqə. 10-15 dəqiqədən sonra dedi ki, gəl gedək sahib, mən öz maşınımdan sənin bölmə yaparım, orada yazasın. Bölməyə gəldik, elə bölmənin dejurun yanına çatdıq. Bu mən orada qoydu, çıxdı, getdi, həmən bu oğlan. Çöndüm, dedim, yəni, 19. 19'a gətirdi. Bölməyə qoydu, çıxdı, getdi. Pişiyor. Dedim, qardaş, telefonu da əlimdən risk orada aldılar. Yəni ki, telefonu da risk aldılar. Mənim axı heç kimin xəbəri yoxdur polisə gəlməyimdən. Neysə, mən dedim ki, qardaş, bir imkan verin. Heç olmasa deyim ki, məni polis saxladı. Polisə gəldim də, məni polis saxladı. Neysə, içəri keçdim. Keçdim içəri, mən fikirləşdim ki, yəqin bazar günüydü. Həmən günü bazar günüydü. Fikirləşdim ki, yəqin bazar günü məni orada saxlayarlar. Axı mən qaçmamışam, öz çağırışımla gəlmişəm. Məni zəng edib çağırıblar, mən qaçaq deyiləm ki, mən nədənsə ötürü qaçam. Nəsə fikirləşdim ki, bazar günüdür, məni saxlayarlar, yəqin iş günü deyil. Birinci günü mən danışarlar, yəqin məni ərzəmə alarlar, ifadəmə alarlar, belə buraxarlar. Bazar günü, birinci günü mən gəldi, polis yaxınlaşdı, məni o saxlamadan çıxartdı ki, idarəyə gedik. Getdik idarəyə. İdarəyə getdik, nəsə 3-cü mərtəbədə, müstəntiq, məni verdilər müstəntiqə orada. Müstəntiq dedi, sən 12.900 niyə qaytarmısan? Dedim, qardaş, mən 12.900 almışamsa, buna bir səbəb olmalıdır, belə deyək də, yəni ki, bunun bir nəyisə olmalıdır ki, nəsə imza eləmişəm, nəsə aramızda bir müqavilə bağlamışıq, notariusda bir müqaviləmiz var. Yəni, mən sənə 30.000 vermişəm, dedim. Yəni, demək odur ki, vermişəm. Elə şey olmur ki, insan biri gəlsin, desin ki, mən sahibə 50.000. Gəlsinlər bu efirdən sonra, desinlər ki, mən sahibə 50.000 vermişəm. Deməli, 50.000 vermişlər də mənə. Bunun sübutu olmalıdır da, yəni ki, sənəd sübut olmalıdır. Yəni, qardaşa bu dəqiqə 200 manat verən kimi qaçır notariusa, notarius da təsdiqləyir ki, mən buna 200 manat verirəm, bir aylıq. Bu mənə zamindir. Hökumət mənə zamindir. Mən xeyr ola bu, əgər mənə 12.900 verirsə, özü də jurnalist, özü də hüquqşünas, özü də tikinti üzrə rəhbər, Sumqayıtda mənə evlər təklif edirdi. Yaxşı, mən sənə ev tikirəm, indi elə bunu da deyim, bunu da vurğulayaq. Mən sənə ev tikirəm, 12.900 manata. Başa düşdük. Axı sən tikinti üzrə mətbuatın rəhbərisən, mən belə bildiyimə görə, çünki sən mənə elə evlər təklif elədin ki, mən sənə Sumqayıtda 16 dənə bina verəcəm. Oradan elə bir proqraf gətirərdin, sən axı rəhbərsən orada, bir proqraf gətirərdin ki, qardaş, gəl mənə ev tik. Ustaları da əlinin altındadır, pulsuz işlədərdin, sənə ev tikərdilər də, mənə niyə verirdin o evi tikməyə? Mənə sırf faiza pul verirsən, sonra da deyirsən ki, mən buna bu adama deməli, 12.900 vermişəm, mənə ev tikmə. 12.900, elə mən özüm kiraya qalıram. 12.900 olsun, mən verirəm. Gəlsinlər, mənə bir dənə ev versinlər, 12.900. Gəlsin, heç torpaq sotu da istəmirəm. Elə 60 kvadrat yol açılsın qapım. Heç nə lazım deyil. Elə bir 50 kvadrat heç torpaq, yəni yarım sotun içində yola açılsın qapım, çıxanda yola çıxım turama. Heç nə, elə mən 12.900 verim, mənə tiksinlər. Və burada mənim şəkillərimi paylaşıb, burada məni dələduz kimi göstərib, burada məndən icazəsiz, mən bu telefonda sizə göstərəcəm. Burada deyəndə harada? Bu səhifələrində, onun səhifə, baxın, baxın, giz. Bu Pərvin Abışova, nə bilim, İfadə, Cəfərzadə, bunlar götürüb mənim, yəni paylaşıblar. Bu hara kimi düzgün bir şeydir. Bu hara kimidir. Özləri də o altından şərt yazır. Yəni bu hara kimi düzgün bir şeydir ki, məni paylaşsınlar. Bunlara kim icazə veribdir ki, kiminsə şəxsiyyətini alçatsınlar. Sahib bəy, sizi gətirirlər 19-cu polis bölməsinə. Bəli. Orada neçə gün saxladılar? Ay sağ ol. O suala da cavablandırım. Mən belə deyək də, Azərbaycan Respublikasında yaşadığıma görə, yəqin ki, ən azından
ən savadsız da olsaq, bir balaca da olsaq, qayda qanunları biz az da olsa bilərik. Mən bildiyimə görə polis bölməsində, hansısa bir polis bölməsində 48 saatdan artıq saxlama olmamalı. Saxlama, müvəqqəti saxlamalarda 48 saatdan artıq, yəni bu bizim Azərbaycanın qanunu belədir. Mən bəlkə səhv bilirəm. Düzdür? Hə. Amma mən orada 5 gün qaldım, ac, susuz. Niyə qalmalıyam ki? 5 gün mən orada, mən heç kim, telefon deyirəm, verin evimə xəbər vereyim. Bəlkə gətirsinlər, borcum var, borcunu versinlər. Mənə heç olmasa bir loxma çörək gətirsinlər də. Yəni ki, su nədir? Üzr istəyirəm ifadəmə görə dönə-dönə. Biz o qapını 2 saat qırırıq ki, biz çölə çıxmaq istəyirik, nəsə bir belə deyək də, yəni ayaq yolundan üzr istəyirəm ifadəmə görə çıxmaq lazımdır. Bir saatdan sonra buraxırlar. Niyə? Biz nəsə cinayət mi eləmişik ki? Yəni nəsə bir böyük bir haranısa, mən qardaş bank yarmamışam, belə deyək, cəmaət gedir 100 minləri orada burada cinayətlər var ki, yəni üstü açılmayan cinayətlər var. Mən o cinayətlərin heç aslında yəni əl atmamışam, kimisə təhqir eləməmişəm, söyləməmişəm. Bu ehtiyacım olub, pul almışam. Amma faizlə ona pul ödəmişəm. Mən 3 ay işləməmişəm, yəni evdə olmuşam. 3 ay müddətində 10%-ni dayandırmışam. O faizi indi bu neçə ilə hesablayır ki, 12.900 manat pul edir. Mən ona 12.900 manat niyə verməliyəm? Nəyə görə verməliyəm? Bunun bir, yaxşı, gəlsin mənə bir kəlmə desin ki, mən sənə 12.900 manatı, bura qol çəkirsən, vermişəm. Aramızda olsun, notaryusa getməyəm. Mənim xəttimlə yazmışam ki, mən belə bir şey yazmışam mı? Ya sübut dokumental bir şey var mı? Durduğum yerdə sən mənə deyən ki, 12.900 manat pul ver. Yaxşı, bunu 12.900 manat niyə deyirsən? 13 elə də bunu. 100 manatın çatmırdı. Ya 12 elə də. 5 gün yatdınız. 5 gün, bəli. 5 gün çıxanda sizin əlinizə nə sənəd verdilər, nə qərar verdilər, nə izahat verdilər? Mənə dedilər ki, nə qədər almışsan? Dedim 5000 almışam, mən onu danmıram. Mən aldığım pulu danmamışam orada da. Dedim almışam, indi mən işləmirəm. Yəni ki, iş qururam. Çöldə mənim 5 gün burada vaxtımı alırsınız. 5 gün vaxtım gedir burada mənim. Yəni bu 5 gün müddətində də mən hardasa özümdə məsuliyyət hiss eləməliyəm ki, bu adama məsələn mən 1000 manat pul verəcəm, ya 500 manat pul verəcəm. Yəni mən çıxıb çöldə nəsə bir iş görməliyəm. Mənim 5 gün vaxtımı orada alırsınız. 5 gün müddətində mən orada qalıram. Niyə? Mən orada özdə, belə deyək də, lazımsız yaddan çıxan adam kimi qalıram. Niyə? Bu ifadə, yəni bu qədərmi böyük bir haradasa, haranınsa bir, belə deyək də, Azərbaycanın harasınınsa yəsidir ki, bu belə adam saxlatdırır, nəsə belə bir şey edir. 19-cu polis bölməsinin hal-hazırdakı rəisi Nizam müəllimdir. Nizam müəllim gəldi sizinlə görüşdü. Xeyr, mən Nizam müəllimi görməmişəm. Yəqin Nizam müəllimin xəbəri olmuyor. Ola bilər ki, olmayıb. Çünki mən idarədən gəlmişəm ora. Ola bilər olmayıb. Valla mən nə bilim. Belə Nizam müəllimdə xəbəri olmayıbsa, yəqin orada kamera da var. Yəqin ki, maraqlanarlar da, burada duran kimdir? 500 qadın. Bu 5 gün müddətdən sonra sizi hər hansı bir məhkəmə qarşısına mı, hakim qarşısına mı, prokuror qarşısına mı çıxartmadılar? Xeyr, mən istədim, dedim qardaş, cinayət eləməmişəm. Məni çıxardım məhkəməyə, mən məhkəməyə söyləyim. Bu məsələ mümkün məsələdir. Yəni bunun Bəli. heç bir cinayət xarakteri yoxdur. Yəni xarakterizə elədiyiniz mövzu ilə bağlı Bəli. cinayət təşkili yoxdur. Pul almısınız, özdə qarşı tərəf cinayət törədir. Faktik olaraq bank olmayan faiz tətbiq edirsiniz. Bəli, özdə 25%. İndi qarşı tərəfdən cinayət açılmalıdır. Bu qanunlar bir faktdır. Əgər sizin verdiyiniz ifadələr öz təsdiqini tapırsa, o zaman qarşı tərəfə cinayət açılmalıdır. Lakin bizə əsas maraqlı gələn tərəf, qarşı tərəfdən sizin aranızda olan insident yox, qanunun prosessual bəcərlərinin pozulmasıdır. Hansı ki, sizi 5 gün müddətində saxlayırlar. Lakin 48 saatdan artıq ya siz azadlığa buraxılmalısınız və yaxud məhkəmə qarşısından, ya prokuror qarşısından çıxarılıb sanksiya tətbiq olunmalıdır sizə saxlamaq. 120 saat sizi saxlamanın səbəbi olaraq nəyi göstərdilər ki, hansı səbəbdən sizi 120 saat saxlayır? Səbəb heç nə olmadı.
Səbəb heç bir şey səbəb göstərilmədi mənə. Sadəcə olaraq dedilər ki, orada pulu qaytar ver. Başqa bir səbəbi Deyirsiniz ki, mən ondan 5000 manat almışam. Amma fakt siz ondan 2750 manat pul almışsınız cəmi. mən ona 5000 manat əlimə götürdüyüm pul odur da, o faiz götürüb axı üstündən. Üstündən götürür. Deməli, 3000 verib 750 manat üstündən götürür. Bəli. 2000 verib 500 manat götürüb. Bəli. Bir də 25%'dən sıfırdır. Bəli. Siz ona nə qədər qaytarmışsınız? Əlbə-əldə qaytardıqlarım var. Ayda 1250 manat idi. Amma belə deyək, son vaxtı mən ona başqa bir yerdəydim, gətirib verə bilmədim əlbə-əl. Çeklə atdım, post terminalla atdım, çeklərini də atdım. 600 manat atdım, mən ona 1200 manat həmən 1200 manat verməli idim. 50 manat söhbəti var idi, onu desəm o bir sayda artıq vermişdim. Konkret nə qədər pul qaytarmışsınız adama? Dedim, Burada 50 manat belə, 100 manat belə yox. Konkret nə qədər pul qaytarmışsınız adama? qaytardığım pulları Faiz dedim. götürdüyünüz şəxsən nə qədər pul qaytarmışsınız cəm şəkildə? Cəm şəklində 700, 600, 1300, düzdür? 1300. Və orada da mənə faiz verdiyi vaxtı üstündən özü götürüb verdikləri pulları deyim də 750 götürüb. Mən ona 1250 manatdan 3 ay pul vermişəm. Bunu bilmək istəyirsiniz? Bəli. 3750 manat pul qaytarmışsınız. Bəli. Sonda isə 1300 vermişsiniz, elə mi? Sonda 1300, bəli. 1250-dən 3 ay vermişsiniz, 1350-də son 1250 sonda 700, 600, 1300 vermişəm sonda. Sonda 1300 vermişsiniz. Bu isə eləyir dediyimizdən 5050 manat pul edir. Yəni siz aldığınız pulu tamamilə geri qaytarmışsınız. Hə, faizini vermişəm də, bəli. Hə. Faizdir. O faiz. Siz onu faiz kimi hesablayırsınız, lakin aldığınız pul 5000'dir, 5000'də bu adama qaytarmışsınız. Bəli, onun faizi. Bu adam indi sizdən verdiyi faizini tələb edir. Faizi tələb edir. Bunların hamısını başa düşdük. Siz 5050 manat pul qaytarmışsınız. Və bunu polisə, sizi saxlayan şəxsə göstərdinizmi ki, bu mənim çeklərimi ödədim? Mən müstəntiqə göstərdim. Hansı halda mən 12.900 manat bu adama pul qaytarmalıyım, əgər aldığım pulu qaytarmışamsa. Və mənim burada 5 gün saxlanmamın səbəbi nədir? Mənə izah edin bunu. Niyə saxlanmışsınız? Mən müstəntiqə dedim, onu müstəntiqə mən göstərdim, telefonda sübut elədim ki, onun sübutu gəlsin, çıxsın. O mənə telefona atıbdı pulu. Bəli, qəbul edirəm. Telefonda çeki də var. Mənim də ona atdığım çeklər var. Mən ona Sizə pulu əlbəli gətirib, yoxsa kartınıza... kartıma atıbdı. Kartdan çıxarış verəmirdiniz polisə? Verdim də, qarış var da. Vermişəm. Onu da Sizdə vermişəm. hər hansı dediyiniz şəxsin səs yazıları var. Bəli, bax, elə indi mən sizə onu göstərə də bilərəm. Bir şey soruşum sizdən. Sizi 5 gün sonra nəyə görə buraxdılar? Məni 5 gün sonra niyə buraxdılar? Mən 5 gün müddətində demək, mənim anam çox narahat olub. Anam çox narahat olub ki, uşaq hardadır. Yəni, mən ana gözündə uşağam. Özüm bu yaşda olmağına baxmayaraq. Mənim uşağım hardadır? Mənim uşağım hardadır? Nəysə, gəlibdi, anam dönə-dönə üzr istəyirəm, bizim evə gəlibdi ki, bu uşaq anı 5 gündür yoxdur. Buna zəhd çatmır, narahat olub. Demək, evdə də deyiblər ki, bizim də xəbərimiz yoxdur. Çünki mən evə xəbər verməmişdim. Sonra mən... Sualımızı konkretləşdirin də. Anam ona gəlib 102-ni yığıb. 102-ni yığıb. 102-ni deyib ki, mən gedim prokurorluğa, mənim uşağım yoxdur. Belədir vəziyyəti. Ondan sonra həmən günü mənə gəldilər, çağırdılar ki, gəl baş idarəyə. Getdim, müstəntiqlə görüşdüm. Dedi, çıx get, ərizə yaz, çıx get. Rəisin də qəbulunda oldum. Dedi, onun pulunu ödəyərsən. Tabii ki, mən neyiniyim? Nəzə yazın? Ərizə yazdım ki, 5000 manat almışam. Polis idarəsinin rəisini deyirsiniz, yoxsa... Xeyr, istintaqın rəisi. İstintaqın rəisi. Adı neydi, adı soyadı neydi? Valla mən bilmədim. Adı yadımdan çıxdı. Belə bilirdim də daha doğrusu adını bilmədim. Yəni, səhizlərin bundan xəbəri yoxdur. Hər hansı onun bir səsi varsa, zəhmət olmasa, O şaşırlara bir səs eşitirəsiniz.
İfadə xanımın səsi. Var məndə, bəli. Bax elə o dediyim səs də məndə durur. Baxın, bax bu səs. Elə Bax. xahiş edirəm. Sahib danışdım özüyle. Deyir onda dedim birinci gün belki birisi oldu. 600 məndədir birinci gün çıxartacaq nədir 600'ü. Dedi bugün akşam tərəfi saat 6'ya kadar versə otuzduracağım yerine. Verməsə birinci günə qalsa 100 manat artıq verəcək. 100 manat da artıq verəcək. Yəni mən 100 manat da artıq verdim. Xahiş edirəm qoyma. Hə, o birisi səslər elə bu özü bu Sələmə aid olan səsdir. Bu onun səsidir ki, yəni mənə dedi ki, 100 manat da artıq verəsən. Mən 600 manat atmışdım. Dedim birinci günə kimi, yəni məni yola ver, mən çünki bazar günlər işləmirik də, oradan pul götürməmişəm. Çox maraqlıdır. Vətəndaşlar polisə müraciət edəndə borcu söhbətinə baxmırlar. Deyirlər məhkəməli idi. Bəli. Necə olur ki, 3750 manata görə sizi 5 gün saxlayıblar. Buradan kimə müraciət edirsiniz? Mən bütün elə belə deyək də, aidiyyəti qurumlara mən buradan müraciət elədiyim bizim ümumiyyətcə birinci elə bizim prezidentimiz var, cənab İlham Əliyev, Vilayət Eyvazov, bizim Daxili İşlər Naziri, Baş prokurorluğa mən müraciət edirəm ki, məndən sonrakılar heç olmasa, yəni belə bir vəziyyətə düşməsinlər. Yəni faktdır, bunlar şər böhtanla məşğuldular. Yəni ki, mən o 12.900 almışamsa, onu mən boynuma alasıyam. Yox, mənə sən 12.900 mən bütöv bir yerdə görməmişəmsə, yəni ki, gətirib demirsən ki, 12.900 sənə pul verim. Mənə sən 2000 birinci dəfə veribsən 500 manat üstündən götürürsən. İkinci dəfə yenə də 3000 veribsən 750 üstündən götürürsən. Xahiş edirəm müraciətinizi eləyin, kim edirsiniz, hansı qurumlara edirsiniz? Mən elə buradan deyirəm, mən baş prokurorluğa müraciət edirəm. Vilayət Eyvazova mən müraciətimi bildirirəm, bizim Daxili İşlər Nazirliyinə, prezidentimizə, hörmətli cənab prezidentimiz İlham Əliyevə müraciət edirəm. Mən xahiş edirəm ki, bu işə düzgün baxsınlar. Mən demirəm, almamışam. Almışam, faizdir, vermişəm. İndi faizini də, yəni işləmədim, faizini dayandırdım. Burada faizi şişirdib bu boyda gətirmək olmur. Bu dünyanın heç arasında belə bir faiz yoxdur. Sadə 100 manat. Bu qədər. Sağ olun.